Məndə sanki filmlərdə ya da serialdakı baş obrazı sevməyə qarşı bir kompleks var, yəni. O boyda məşhur filmlərdə, seriallarda baş obrazlar qalı qıraqda mənim mütləq xoşum gəlməlidir hansısa bir ikinci plandakı obrazdan falan. Bilmirəm niyə belə olur da. Yəni çox vaxt belə olur. Məsələn, John Wick-i götürək. John Wick qalıb qıraqda mənim xoşum gəlir Kane-dən. Ya da məsələn The Sopranos, o boyda məşhur serial. Tony Soprano qalıb qıraqda film, serialın əsas baş qəhrəmanıdır. Mənim xoşum gəlir o birisi Tony'dən, o da ki heç bir sezon düz əməlli görünmür, yəni o obrazına xoşum gəlir. Məsələn, soruşur ki, kimsə Star Wars-dan ən çox sevdiyin obraz kimdir? Haqlı olaraq, yəni şey gözləyir də, nə bilim Darth Vader deyəcəm, ya Obi-Wan Kenobi falan deyəcəm. Məşhur obraz gözləyir də. O sırada qayıdıb deyirəm ki, çürütüm be. Çürüt kimdir qaqaş? Ay Allah. Həqiqətən mənə çox maraqlıdır. Yəni aranızda mənim kimi baş obrazı qıraqda qoyub gedib yan plandakı obrazı sevən varsa, xahiş edirəm şərhlərə yazın. Tək olmadığımı hiss edin. Please.